10 il bundan əvvəl qonaq olmuşdum. Onda mən onu heç tanımırdım. Yəni indiki kimi tanımırdım. Amma nəsə görüşə icazə verdim. 10 il bundan əvvəl çəkilən verilişin müəyyən süjetləri çox böyük rezonans doğurdu. Bu gün də gəldim Nail Naiboğlu ilə. Düz 10 il əvvəl sizinlə həmsöhbət olmuşduq. Sizcə bu illər ərzində nə dəyişib? Məncə illərə mən qalib gəlmişəm. İllər mənə qalib gəlib. Yəni demək olar ki, biz 50-50-yəyik. Afaq xanım, Bəli. belə bir deyim var. Bizim zamanə başqa idi. Uşaqlıqdan mən bu sözü eşidirdim. Nənəm rəhmətli deyərdi. Bizim zəmanə başqa idi. Biz Nikolay yağı imişik, dözürük. Nə bilim, o biri sonra etap gəldi. Məsələn, atamdan öyrəndim. Dedi ki, yox əşi, bizim dövrün artistləri tamamilə başqa cürə idi. Ondan sonra başqa bir dövr gəldi. Bu həm bizdə bir balaca şablondur. Yəni bunu bütün nəsillər təkrar edir ki, bizim dövrümüzdə tamamilə başqa şey var idi. Bizim dövrümüzdə başqa şey. Çünki indiki müəyyən o hadisələri ondakı dövrün hadisələri ilə uzlaşdırmaq istəyəndə, uyğun gəlməyəndə deyirsən ki, yox. Bizim dövrümüzdəki daha gözəl idi, nəinki indiki. Deməli, bu bir bəhanədir də, zaman dəyişməyib. Bəhanədir, bəli. Məncə, zəmanə ilə özünü də dəyişən insanlardır. Bir də var ki, o dilləri arsız, abırlı. Bunun mədəni dili maddiyyat və mənəviyyatdır. Mənəviyyat və maddiyyat arasında çox böyük bir təzad var. Onu hamı başa düşməlidir ki, bu həyatdır və həyatı sənsən idarə edən. Afaq Bəşir qızı bugünkü Azərbaycan incəsənətindən razıdırmı? Bu dəqiqə heç kəsi günahlandırmaq ixtiyarım yoxdur. Niyə? Çünki mən onu günahlandırsam, vəziyyəti, gərək onu bu vəziyyətə gətirənləri günahlandırım. Yenə sizə deyirəm, biz özümüz zəmanəni idarə edirik. Nəyə görə mən incəsənətin bugünkü vəziyyətindən narazı olmalıyam? Deyirəm, dramaturq yazmır, yoxdur. Götür klassikada istifadə elə. Deyirəm, aktyor seçilmir. Gəl əlifbasından başlayaq. Seçilən aktyorun əlifbasından başlayaq. Ona dərs deyən müəllimlərdən başlayaq. Ona, necə deyim sizə, bu həyatda bu sənəti öyrədən və bu sənətin necə gözəl bir məbəd olduğu və düzdür, o məbədin kandarından girərkən o bütün həyatını qurban verir bircə bu məbəddən girmək üçün. Bütün bunların hamısını sənətkara başa salmaq lazımdır ki, sənətkarın pulu olmur. Sənətkarın gözəl şəraiti olmur. Sənətkarın 99,99% mənzili olmur. Və bütün bunları bu bilə-bilə o gedir. Niyə? O 2 saat yarımlıq, 2 saatlıq, 1 saat 45 dəqiqəlik çıxışında o arzularına oynayır. O özünü kral sayır. Bütün bunları həmin bu aktyora, həmin bu şəxsə başa sala bu sənətə gətirmək lazımdır. O bilməlidir ki, o qurban gedir. Elə belə deməyiblər ki, incəsənət qurban tələb edir. Ona görə də mən bu dəqiqə heç kəsi qınamaq və yaxud da ki, necə deyim sənə, insan hər hansı bir səhvə eləyirsə, o, bayaq dediyim kimi, ya qudurxanlıqdan eləyir, ya da ki, ehtiyacdan eləyir. Bizim Azərbaycan komediya dünyamız bir xəzinədirsə, mən hər zaman deyirəm ki, o xəzinənin son incisi Afaq Bəşir qızıdır. Niyə yoxdur bugün komediya ulduzlarımız? O Hacı babalar, o Siyavuşlar, o Yaşarlar, o Nəsibə xanımlar.
Allah hamısına qəni-qəni rəhmət eləsin. Sanki Afaq Bəşir qızından sonra hər şey stoplandı. Bu qədər də egoist olmaq olmaz. Yoxdur axı Afaq xan. Cavan uşaqlar var. Var. Amma yenə sizə deyirəm. Bunların evini yıxan teatrda işləsə o cüzi maaşla indi Allaha çox şükürlər olsundur. Cənab prezident aktyorların maaşlarını, imkanlarını bildik qədər düzəldibdir. Amma yəni maaş artırılanda o aktyor 120-130 manat maaş alırdı və 50% artanda 75 manat eləyir. Başa düşürsünüz məni? Və bir də teatrların kateqoriyaları var. Əyalət teatrları var, şəhər teatrları var, akademik teatrlar var. Və bütün bunlarda bu aktyorlar çox əziyyət çəkir. Onların da ailəsi var. Onların da balaları var. Onlar da bala böyüdürlər. İstəyirlər ki, onların balalarını tanısınlar ki, bu filan kəsin oğlu və ya qızıdır. Çox qəribə məxluquq biz. Çox qəribə məxluq. Afaq xan, sizin dövrünüzdə axı belə yağ, bal içində yaşayan dövrünüz olmayıb? Yox. Aktyorun məşq vaxtı ürəyə gedib. Təcili yardım çağırıblar. Baxıb deyib bu acdır. Bir dəfə də mən bir aktyor dostuma dedim ki, niyə çəkilmək istəmirsən də çağırırlar səni. Epizod da olsa cəhənnəmdə qonorar verəcəklər də. İndi 5 manatda, 10 manatda. Dedi ki, Afaq, mən durub Sumqayıtdan gəlsəm Bakıya və oradan da avtobusdan düşüb metroya minib, həmin o yerə çatana qədər mən metroda öləcəyəm. Və heç bilməyəcəklər mən kiməm, iş məni bəlkə valla bastırana qədər mən artıq iylənəcəyəm. Elə oturmuşam evimdə də, bu elə burada acından ölüm. Mən hərdən niyə özümü öldürürəm ki, nə qədər çətinliyiniz də olsa, nə qədər sıxıntınız da olsa, siz danışmayın. Siz dərdinizi danışmayın, ixtiyarınız yoxdur. Siz məhkumsuz. Siz bu sənətin məhkumusuz. Elə isə belə bir sual. Siz sənətkar ailəsində doğulmusunuz, böyüyüb, boya başa çatmışsınız və təbii ki, bu şeylərdən xəbəriniz olub. Nə əcəb Afaq Bəşir qızı aktrisa olmaq qərarına gəldi. Afaq Bəşir qızı Və çətin bir həyat sürən xanım gəldi komik aktrisa oldu. Afaq Bəşir qızının başqa çıxış yolu yox idi. Çünki Afaq Bəşir qızı şərqşünas olmaq istəyirdi. Atası rəhmətə gedəndən sonra Afaq Bəşir qızı tək qaldı. Və ona görə də o getdi incəsənətə. Yəni sənədlərini verdi incəsənət üzrə və atasının dostu dedi ki, gəl Lənkəran teatrında mən teatr açıram, direktor gedirəm. Sən də gəl burada aktrisa ol günə. Mən nə bilirdim aktrisa nədir? Bu hamısı taleyin və Tanrının qismətidir. Yəni mən belə olmalıydım. Çünki Yəni Afaq Bəşir qızı aktrisa olmalıydı. Olmalıydı. Atamın adını eşidən kimi rejissorlar mənə başladılar komik rollar verməyə. Hansı ki mən faciə də oynamışam. Heç bunu bilmirdik. Elə o sualı verəcəkdim. Nə Mən əcəb Sumqayıt dramatik. teatrında çox Baronessa Ştrali oynamışam, Qaranlıqda işığı oynamışam, Bir cüt bədmiş ağacında oynamışam, ministrin anasını, baxımsız ananı. Mən çox tamaşalarda, faciələrdə oynamışam və bir balaca bir epizodu sizin yadınıza salım. Bunu Ramiz Həsənoğlu həmişə deyir. Deməli, yaşıl eynəkli adamdakı əmioğlu gəlir Amerikadan, gəlir, sonra təsəvvürlə bunu yola salanda, ya bu çıxıb gedir də, yola salanda mənim orada bir səhnəm var. Bunu Ramiz Həsənoğlu həmişə deyir, ağlayıram, əlimdə də balaca bir nərgiz gülü var. Baxıram, həqiqətən də ağlayıram. Niyə? Çünki bu falçıdır, kompüterinə falan baxır və əsər boyda dostum, canım Vaqif Səmədoğlu bunu nə ərdə kimi, nə qızışlağı kimi, nə qadın, heç bir şey bunun haqqında xarakter yoxdur. Bu obrazın sivisi yoxdur. Və buradan bu ağlayır. Əmoğlu da bir gələndə 5 dənə səməni gətirmişdi, heç çatmadı sizə. Elə deyir, indi də qoydu, çıxdı, getdi. Nədir bu? Nə vəziyyətdir bu? Deməli, təkliyini ağladı.
Maraqlıdır. Sənətkar Afaq Bəşir qızı vətəndaş Afaq Bəşir qızından nə ilə fərqlənir? Mən ümumiyyətlə həyatda düz insanları, təbii insanları, yalan danışmayan insanlar. Mən də yalan danışmışam. Özümü sındırmamaq üçün. Kiminsə mənim sumkamda və ya cibimdə nə olduğunu bilməməsi üçün. Mən də heç də burada oturanlardan əskik deyiləm. Başa düşürsünüz? Biri Avstriya səfərindən danışanda mən Hindistandan səfərindən danışmışam. Mən də danışmışam. Danışdığım müqəddəs yalan olubdur. Heç kəsin evini yıxmadan, heç kəsin necə deyimsə dalınca danışmadan, heç kəsə badalaq vurmadan həyatda insan məcbur olanda yalan da danışır. Amma yalandan yalana fərq var. Mən hər bir insanı bağışlayaram. Yəni ürəyimdə mənim o qədər də kin yoxdur, amma o adam əgər doğrudan da mənəm xətrimə çox pis dəysə və çox pis adam olsa, mən ümumiyyətlə onu silirəm. Amma bəzən silmək olmur ya Afaq xanım. Yox, mən silirəm. Bilirsən nə bax, demərəm ki, mənim 15 il mənimlə danışmayan adamdan mən səhnəyə çıxdım, başrol oynadım. O gəldi, dedi ki, Afaq, mən sənin qabağında bir şey dedim, səni and verirəm Allah, get işinlə məşğul ol. Biz aktyoruq, eləmi? Məşqdə, tamaşada üz-üzə gəlir. Amma belə mən səni insan saymıram, istəmirəm də. Sənətdə paxıllıq var. O hansı növdə yaxşıdır? Sənətdə sən ondan yaxşı olasan, o bunu oynadı, sən də ona alternativ bir cavab, bir rol oynayasan. Qoy bu tamaşada var, bu tamaşada var. Mən həmişə demişəm ki, tək Afaqla teatr olmaz. Tərəf müqabillər lazımdır, səhnəyə çıxanda gül lazımdır, çiçək lazımdır, aktyorlar barədə deyirəm, aktrisalar barədə deyirəm. Mənim başımda ansamblım olmalıdır. Mən indi cavanlarım, orta yaşlılar yığmışam başıma. Mənim tamaşamda onlar çox xoşbəxt olurlar, həddindən ziyadə. Çox xoşbəxt olurlar. Maşallah, maşallah, tamaşaçı anşlar, maşallah, gül çiçəklər, aplodismentlər. Sən buna görə mənə paxıllıq çəkə bilməzsən axı. Sən çünki bilmirsən mən o səhnədə nələr çəkirəm o saat yarım oynayana qədər. Amma mən bu vəziyyətdə səhnəyə çıxıram. Mən yenə də o gülüş paylarını cəmaata verirəm. Siz bilirsiniz, gülmək də çətindir indi, güldürmək də çətindir. Afaq xanım, bayaq bir sözü dediniz ki, 15 il danışmadım bir insanla eyni səhnədə tamaşa oynadım. Məsələn, mən bacarmaram küslü olduğum adamla eyni məkanda və eyni vəziyyətdə olub. Mən bacardım. Çünki mən onda rol oynayırdım. Başa düşürsən məni, Nail? Mən rolü oynayırdım. Hələ də mi küslüsüz o adamla? O adam artıq həyatda yoxdur. Allah rəhmət eləsin. Allah ölünərimizə rəhmət eləsin. Bir vətəndaş kimi, bir Azərbaycanlı kimi qane edirmi baş verənlər? Yox, qane eləmir. Çünki evdə 3 övladım var. Onun birini ikisindən ayırırsan. Düzdür. Olmaz. Amma eləyirik də. Olmaz. Bilirsiniz, əgər biz hər hansı bir işi uraya eləyiriksə, alqışlara eləyiriksə, yaşa deyərək eləyiriksə, biz çalışmalıyıq ki, mən sənin gücünə inanıram, ona görə mən qışqırıram və eyni zamanda sənə kömək eləmək borcundayam. Bütün bunu kim üçün eləyirik? Xalq üçün. Nail, mən sənin xətrini çox istəyirəm. Mən ona görə də sənə intervyu verirəm. 10 il bundan əvvəl ki, mən səni indi tanıdığım kimi tanımırdım. Amma mən sənə intervyu verdim. Mən xasiyyətli adam, mənim kimi kaprizli, mənim kimi hər şeyi belə yerində, nöqtəsində, vergüldə yoxlayan adam. Gəldim birdən-birə sənə intervyu verdim və bu intervyu günün bugününə qədər YouTube səhifələrinə yayılır və aşağıdan xoş kommentlər yazılır.
bircə kəlmə mən orada o səhnəmiz yadındadır da demişdim ki, ərlə arvad ailədə özü arasında fərq qoymamalıdır. Əlbəttə qıraqdan baxan deyir, hə, bu İndiyə qədər yadımdadır o cümlə. Nə? Qadın ərini kiçiltməməlidir. Çox pul qazanırsa da. Olmaz. Böyük rezonans doğurmuşdu. Bilirsiniz necədir? Amma şükürlər olsun ki, indi var. Allahdır da yaradan. Amma mənim gücüm olsaydı, mən onun bütün nəslini süpürərdim. Ki, mənim aramda elə adam olmasın. Niyə? Çünki sənin emblemindir. Bu sənin həyat yoldaşındır. Bu sənin başının tacıdır, bu sənin kişinin. Evdə elə bir ev yoxdur ki, orada elə hər şey nədir, belə bantikla düşməyib ki, İnsandır, bir-birinə bunun uyuşması var, öyrəşməsi var, sevgidir. Sevgini həqiqətən də filan qədər ömründən sonra hörmətə çevrilir o. Bir-birinə qarşı öyrənməyə çevrilir, öyrəşirsən. O sevgi qalır ha, həmin o sevginin barlarıdır, bax bu. Öyrəşməkdir, hörmətdir. Və həmişə istər həyatda, istər yoldaşın yanında, istər səhnədə, heç vaxt sən gəlib pərdəni götürməyəsən. İndi bax, qadının üstündə həmişə nəzarət güclü olmalıdır. Nə məndən alimlər inciməsinlər, nə məndən pedaqoqlar inciməsinlər, nə məndən evdar qadınlar inciməsinlər. Qadının həmişə üstündə zəhm olmalıdır. Kəskin baxış olmalıdır. Mən yumruqdan danışmıram. Arxalandığı bir qaya olmalıdır. Mən bir dəfə bir televizor rəhbərinə zəng elədim ki, ay vallah ayıbdır. Ay vallah ayıbdır. Buna mənim nəvəm baxır. Nəvələrim baxır. Gəlinim baxır. Mən qorxuram. Həmişə bunlar bizə gəndə mən televizoru söndürürdüm. Mənə dedi ki, Afaq xanım, siz bilirsiniz o nə qədər qanarar gətirir kanala. Siz bir qadın kimi, bir xanım kimi nə qədər yüksək statuslu sənətkar olmasına baxmayaraq çox zərifsiz. Nəyəm? Çox zərifsiz. Sən Allah. Ya. Mənim nəzərimdə qəribə bir Afaq Bəşir qızı var sizin daxilinizdə. Yəni o ki, evə gedirsiniz, artıq hər şey sakitdir, hər şey... Mən elə gəlir ki, o zaman bir başqa Afaq Bəşir qızı doğulur dünyaya. Əlbəttə, o ailə tamamilə, o məkana ki girirsən, o şahlığa ki girirsən və orada ömürgün yoldaşın və yaxud nəvələr, gəlin, oğul, ürəyim tamamilə başqa cürədir. Məsələn, il yarım müddətində gördüyüm Bəşir Səfəroğlu ilə mənim rəhmətli atam, mənim fərqim çoxdur xasiyyətdə. Biz tamamilə başqa adamlarıq, xasiyyətcə. Amma çox sevinirəm birinin işinə yarayanda, bir iş görəndə kimi üçünsə çox sevinirəm, çox xoşbəxt oluram. Elə belə rahat oluram. Çox vaxt danlanıram. Ax, sənə belə olmaz, sən indi elə vəziyyətdəsən falan. Dedim, yox, eləməyin. Əgər indiki vəziyyətimdə mən sizinlə danışıram, pis yaxşı yeriyirəmsə, bütün bunlar hamısı elədiklərimin savabıdır. Mən bundan sonra da eləyərəm. Amma çox xahiş eləyirəm ki, vətəndaşlarımızdan, dostlarımdan, çörək kəsdiklərimdən, tanıdıqlarımdan və tanımadıqlarımdan, ən azı Afaq Bəşir qızı sənətinə hörmət eləyən kəslərdən, incəsənət xadimlərinə çox ehtiyatla yanaşın, qayğı ilə yanaşın. Onların buna ehtiyacı var. Maraqlıdır, Afaq Bəşir qızı cəzalandıran qadındır, yoxsa əfv eləyən? Cəzalandırmağım da var, əfv etməyim də var. Amma qudurma olmasın. Mənim deməli mərkəzli evim vardı. Mən ora köçmədim.
bağda qaldım. Və sonra isə dostum var, xanım, Gülüş xanım. Dedim, Gülüş, sən bu evi götür, mənə bir dənə təmirli ev vardı, ver. Mənim çünki maddi gücüm buna çatmaz. Və o bunu da elədi mənim üçün. Mən çox adi bir məhəlləyə köçdüm. Amma Nail, orada adi insanlar olurlar. O blokda. Mənim ömrümün üstünə ömür gəlir. İnan. Amma mən deyir ki, Afa xanım, burada yaşayırsınız. Hə, burada yaşayıram. Kimdən artıqam ki? Hal-hazırda da orada yaşayırsınız. Bəli, hal-hazırda da orada yaşayıram. Orada mənim yaşayanlar məndən əskikdir. Həm də oranın çox gözəl havası var. Mənim məhz bu ürəyimə, xəstəliyimə çox və eyni zamanda bilirsiniz, mən o mərtəbəyə liftdən qalxıram, amma içəri girəndən bu boyda uşaqdır, oyun gəlirəm, biraz pilləkənlərə çıxanda əziyyət çəkirəm. Oktayla qalxıram və yaxud Əhməd bəylə qaldırıram, dayanır, qapını saxlayır. Belində də uşaq çantası var. Məktəb çantası var, məktəblidir. Oy deyirəm, sənə qurban olum. Ay mənim balam, niyə əziyyət çəkdin? Məndə varsa, yox. Afa xala, gəl keç. Afa xanım, gəlin keç. Qocası, cavanı. Bilirsiniz necədir? Sadə insanların içində yaşamaq bu çox böyük xoşbəxtlikdir. İnanın mənim səmiyyətimə. Və heç vaxt da mən filan beşməkan, oyan, buyan, mən belə şeyləri xoşlamam. Baxır kimlərin yanında. Bayaq dedim, ha. Bəli. Hindistan səfəri. Ay sağ ol, Hindistan səfəri. Amma mənim üçün mərkəzdə yaşa və yaxud da ki, harda yaşa və yaxud da bahalı telefonun olsun, iPhone olsun və onun zerkallı nömrəsi olsun. Mən elə şeylər sevməmişəm, heç vaxt sevməmişəm. Bir gün üstümdə bir əşya var idi. Bir nəfər mənə qayıt dedi ki, Afa xan, bu brilyantdır. Dedim, haçan mən sənə dedim, mən bunu satıram. Deyir ki, heç vaxt. Deyirəm, mən niyə soruşursan ki, brilyantlı ya prostoydu, sənə nə var? Mən satıram, sən bunun əbab əcdarla tanış olmaq istəyən ki, pul verəcəksən. Sənə nə var? Sevmirəm. Çox məmmən oldu, deyəsən, hə? Yox, çox məmmən oldu, vallahi. Təbii ki, haqqınız var buna. Sosial şəbəkələrdə yoxam. Vaxtım da yoxdur, həvəsim də yoxdur. Bir dənə YouTube-a ara bir girirəm, görüm nə xəbər zat var. Onda da ancaq elə rəhmət oxuyuram, salavat verirəm, öpürəm şəkillərini. Həyatda elə hadisələr baş verir ki, o hadisənin əzabını sən öz doğmanını da çox çəkirsən. Yəni doğman da sənin bu həyatda yoxdur. Amma Məsələn, Qarabağ müharibəsi. Şəhidlərin, qazilərin, bilirsən 91-92-ci illərdə mən o Qarabağdaydım. Allah verdi, rəhmətli idi. Allah rəhmət edir. Əl yarı idi, rəhmətli. Məkanları cənnət olsun. Arif Paşayev idi. Laçın özünü müdafiə edən. Şuşa idi. Və nə onların qanını heç kəsə bağışlamaram. Heç vaxt. Nə də 44 günlük. 44 günlük müharibə. Namusumuzu təmizlədik. Alnımız açıldı. Afaq xan, təşəkkür edirəm sizə. Buyurun. Hər zaman səhnəmizdə olun. Hər zaman sağlam olun. Və hər zaman da bax, belə gözəl, belə səmimi söhbətlərinizlə qonağımız olun. İnşallah bu təzə tamaşamda bir axırda tamaşaçı ilə özüm kimi danışmağım var. Deyirəm ki, mən getmək istəyirdim, amma dedilər ki, yəni səndən zaldan qışqırdılar. Yox, sən getmə, sənin ixtiyarın yoxdur getməyə oradan buradan. Mən baxdım, deyirəm ki, elə mən də sizin kimi fikirləşdim. Məndə də üz var.